Deməli, baxırıq bir sualların cavabına. Birinci sualda necə yazmışsınız və ya necə yazarsınız? Yazmalı. Şərtdə deyir ki, verilmiş düsturlarla paralel köçürmədə A3 mənfi 2 nöqtəsi hansı nöqtəyə keçər? Bu tipli misallardan inirsiniz. Çox asan tip sayılır. Bax, diqqətlə baxın. Birinci nöqtə x-dir, ikinci nöqtə y-dir. X-ştrixi tapmaq istəyirsinizsə, x-in yerinə mənfi 3 qoyursunuz. Mənfi 3 üstə gəlsin 4. Burada cavab nəyə bərabər olacaq? 1-ə. Y-ştrixi tapmaq istəyirsinizsə, y-in yerinə 2 qoyursunuz. 2 ilə birinci əmin neçə olacaq sizdə? 3. Deməli, birinci nöqtəm 1-dir, ikinci nöqtəm də neçədir? 3. Aydın oldu. Bir də izah eləyirəm. X-ştrix, y-ştrixi tapmaq istəyiriksə, verilən x, y nöqtəsini yerinə qoyursunuz. Paralel köçürməni alırsınız ki, x-ştrix nəyə bərabərdir, y-ştrix nəyə bərabərdir. Aydın oldu. Çətin deyil. Xeyr. Kimdə faizisə qeyd eləsin. Və yaxud da ola bilərdi ki, deyə bilərdi ki, hansı nöqtə bu nöqtəyə keçir. Ondan emniyyətəydiniz. X-ştrix, y-ştrixi yerinə qoyub x-y tapacaqdınız. Aydındır. Qeyd elədiniz. İkinciyə baxın. İkincidə deyir ki, kəsişməsi boş olmayan A və B çoxluqları üçün A kəsişmə B-nin ən kiçik qiymətini tapın. Nə fikriniz var? Orada səhvlik yoxdur. Birləşməni soruşmalıdırlar məncə. Orada səhvlik. Orada ən kiçik deyirsə 4, yox, ən Bir böyük verərdiniz. sadəcə 4 olar. Bir Ən böyük verərdiniz. olsa Məncə burada birləşmədir. Çap eləyəndə çap olur. İndi mənə baxın, A tipi 6-dır, bura 6-dır, bura 4-dür. Kəsişməsi boş olmayan deyirsə, bura 1 qoymalıyıq. 6, 4, birinci əmr cavab neçə eləyəcək? 11. Düz deyirsiniz. 3 dənə tapmışsınız. Onda mən də Necə gedirsiniz? orada mən birinci sıfırda kitabda 120%. Hı. Üstünə də gəldi, sonra da vurdum 80-ə, elə olmadı. Və yaxud da elə 80-in 20%-ni tapırsınız. Cavab neçə eləyəcək? 16. Aydındır. 4-ə baxın. Diqqətlə qulaq asın mən. Deyir hansı irrasionaldır? Pi zaten bilirsiniz ki irrasionaldır. Bu 1. Köş altında 3 rasionaldır, irrasional. Köş 9. Rasyonel. Bu. Rasyonel. Bu. Rasyonel. Bu. Rasyonel. Bu. İrrasyonel. Götürdüm bu. Rasional. Bu da rasional. Düzdür. İndi irrasional olan neçədən oldu? 4 dənə. Ümumi neçədən idi? 10'da 4. Cevap olacaq 0,4. Aydındır. Başa düşdük. 5'ə baxın. Deyir y-in hansı qiymətlərində ədədləri ədədi silsilən ardıcıl hədləri olur. Bax, yadınızda saxlayın. Biri var ədədi silsilə versin. Biri var həndəsi. Ədədi silsilə verərsə, ədədi silsilənin əsas xassəsi nədir? Ortadakı, kənardakıların ədədi ortasıdır. Həndəsi silsilə olsa, ortadakının kvadratı kənardakıların hasilidir. İndi bax, ədədidirsə ortadakı modulda bərabər olmalıdır kənardakıların ədədi ortası. İndi mənə baxın, burada y-lər gedir, altdan 2 çıxırsınız, 4, 4-də 2'ye bölürüm 2. Modulda 3 çıx y bərabərdir 2'ye. İndi 2 hal var. Ya 3 çıx y müsbət 2'dir, onda y 1 olur. Ya da 3 çıxılsın y mənfi 2'dir, mənfi y mənfi 5'dir, y-dən nə alırsınız? Müsbət 5. Köşlərdən biri 5'dir, biri də 1'dir. Cavabı olacaq 1-dən 5. Aydındır. Ədədi deyirsə, ortadakı kənardakıların ədədi ortasıdır. Həndəsi deyirsə, ortadakının kvadratı kənardakıların nəyinə bərabərdir? Hasilinə. Başa düşməyən var? Xeyr. Aydın oldu. Qeyd elədiniz. Keçdik növbəti misal nömrə 6. Deyir iki kürədən birincinin həcmi ikincinin həcmindən 27 dəfə böyükdür. Birinci kürənin səthin sahəsi ikinci kürənin səthin sahəsindən 3 dəfə böyükdür. Tapan var? Asas olduk. Sabit istəmirəm. Yox. Cavab 9'dur. 9'dur. Niyə? V1 bölünsün V2, R1 bölünsün R2'nin nəyidir? Kubu. S1 bölü S2,
R1 bölü R2'nin nə idi? Kvadratı. İndi bunu 27 veribsə, onda R1 bölü R2 nəyə bərabər olmalıdır? 3-ə. Burada da kvadratıdır. 3-ün kvadratı cavab neçə olacaq? 9. Aydındır. Başa düşdük. Şimdi sualsa qeyd edəsən. Keçək 7-yə. Kesin. Şu? Baxırsınız 7-yə. 7-ni normalda keçməmisiniz. Maraq üçün deyirəm ki, birinci asan sualdır. Və yadınızda saxlayın. 2 perpendikulyar müstəvi deyəndə siz normal 2 perpendikulyar düz xətt çəkirsiniz. Yəni bizdə zaten şəkli müstəvidə çəkdiyimiz üçün müstəvidə müstəvini təsvir edə bilməzsən. Eləyə bilərsən, necə eləyərsən? Bax, belə bir şey çəkərsən. Burada belə bir şey. Sonra onların üstünə məcbursan, yenə düz xəttlər çəkirsən, onlarla işləyəsən. Ona görə elə əvvəldən rahat işləmək üçün deyirəm ki, müstəvi deyirsə 2 dənə perpendikulyar düz xətt çəkirsiniz. Deyir ki, birindən 2 cm, digərindən 4 cm məsafədə yerləşən nöqtədən. Bir nöqtə götürürəm, birindən 2 cm məsafədədir, birindən də 4 cm məsafədədir. Problem var. Şərtdə deyil, bu müstəvilərin kəsişmə. Kəsişmə nöqtəsi buradır. Bax, bu məsafəni axtarıram. 4-dən 2-ni fagorlayacam. Kök altında 2-nin kvadratı, üstəcə 4-ün kvadratı. Yəni, kök altında 4 plus 16. Eləyəcək kök altında 20. 20 də 4 vur 5 daxil. Yəni, alacaq ki, kök 5. Aydın oldu. Yəni, bilin ki, o keçmədiyimiz fəzada düz xəttlər və müstəvi mövzusu demək olar fəza ilə dəxliyyatı yoxdur. Bildiyim birinci hissədir. Sadəcə bəzi ipuçları var ki, nə deyəndə nə çəkməlisən, nə deyəndə nə etməlisən. Bu ipuçlarını biləndən sonra 2 vur 2. Məsələn, orada deyəndə ki, 2 paralel müstəvi, siz 2 paralel düz xətt çəkməlisiniz. 2 kəsişən müstəvidir, 2 kəsişən düz xətt çəkməlisiniz. Adi deyir, məsələn, 2 üzlü bucaq, adi bildiyiniz bucaq çəkirsiniz. Yəni, bildiyiniz müstəvi. Yazdınız. Keçirik növbəti misal nömrə 8-ə. 8-i yəqin ki, hamı yazıb. Cavab nədir? D. D variantı. 5-i mötərizə xaricinə çıxardırsınız və sual. Rahat sual kimi düşmüşdür. 9-da. Bu da çətin sual deyil. Qruqlara ayırırsınız. 14 çıx 10. 14 üstə gəlsin 10. Cavab 2-dir. 24 edir. Bundan gedir. 14-dən də 10 çıxıram 4. Loqaritmik əsasdan 4. 4-də 2-nin nə idi? Ha, bildim, çox sağ ol. Cavab olacaq 2. Aydın da. Çətin deyil. Sonra növbəti asan sual kimi düşən. Fikir verin, zəhmət olmasa. Dərəcələri eynidir. Deməli, kökləri birləşdirə bilərəm. 11 çıx kök 21. 11 üstə gəl kök 21. İndi qulaq asın. A çıx B A üstə gəl B. A kvadrat çıx B kvadratını verir. 11-in kvadratı çıxılsın kök altında 21-in kvadratı. O da olacaq 121 çıxılsın 21. Kök altında 100. Bundan nəsə çıxacaq? Növbəti asan sual kimi düşən sual. Bu imtahan keçən ilin 9 martıdır. 2 martın nisbətən özü hissələdirsə biraz çətindir. Həlle olur. Asal deyim. İndi ev tapşırığı olaraq bir test çıxardıram, onu verəcəm. Sizdə neçəyə qədər vermişdim şey? 150 deyil, nə qədər? 200-ə kimisini çıxardıram, onu verəcəm. Bir də ki, evə buraxılış atacam. Hər dərsə mütləq bir buraxılış işləməz. 5-ci günün əvəzi olunur.
Ama video zamanında atacağım. Yaxşı bir Yo, olub ya. Şimdi 40 dənə.Əsinin satdığınız Yo. 2020'lerde qalanlar var, 23'lerde. Özüm bunları işlətdim ki, əvvəldən görüm. 11, çox da. Deyir, diaqonalların sayı 9 olan qabarıq çox bucaqların tərəflərinin sayını tapın. Sen saklıyorsan. Diaqonalların sayı necə tapılır? Bərabərdir 9. Alıram, n vur n çıxır 18. 18-də 6 vur 3, yəni m nəyə bərabər? 6-ya. Çox. Növbəti asan sual kimi düşən sualdır. Yadınızdadırsa 2 Mart'da da düşdü sual var idi. Bəli, Yəni mövzular tamamilə eyni düşür, sadəcə pidamızın tipi dəyişir. Suallar işləyirsiniz. Zaten indi hər dərs işləyirik də. Sırf ətraflı. Tərtib edilmiş. Məsələlər verəcəm ona. Sırf məsələ 2 dənə ətraflı verir. 12'ye baxırsınız. Sinusun qiymətlər çoxluğu nədir? Mənfi bir aralığı deyil. Yazıram. Açıq 1 bölü 2. Kiçikdir bərabərdir 1-dən, böyükdür bərabərdir mənfi 1-dən. Hər tərəfi 2-yə vururam. Açıq 1, kiçikdir bərabərdir 2-dən, böyükdür bərabərdir mənfi 2-dən. Bir də hər tərəfin üzərinə 1 gəlir. 2-nin üzərinə 1, 3. Mənfi 2-nin üzərinə 1, mənfi 1. Mənfi 1, 3 aralığı. Y variantı. Aydındır? Mən 1-ə bərabərdir, 1-ə bərabərdir. Mən həmişə belə eləyim. Amma bu bərabərsizlik kimi yazılmasın, axı onu aralıq kimi. Həmişə belə edirsiniz. Bundan yadınızdadırsa 2000 neçələrdəsə var idi, 2021 idi nə idi. Ümumiyyətlə, bunun ümumi buraxılışını işlətmişdim ya, onun içində var idi bu sual. Toplusunda da var idi. Yadınızdadırsa aralığa salıb qiymətlər çoxluğuyla getmişdik. Yazdınız bunu? Sinusun kosinüsün qiyməti mənfi 1-dir. Hə, ikisində də. Tangenslə kotangensdə mənim sonsuz, müstəq sonsuz. İstanbul. Yaxşı. Baxırıq nömrə 14-də. Diqqət bura. Burada bilməlisiniz nəyi? Bax, bu hissəni görürsünüz. Toplamların yeniləşəndə cəm dəyişmir ki. Buradan 4-ü çıxardıram. Nə qalır? Sinus kvadratı alfa, üstə gəlsin. Kosinus kvadratı alfa. Bu hissəyə etirazı olan var. Sonra nə edirəm? Bizdə əsas trigonometrik eynilik var. 1 üstə gəl tangens kvadratı alfa nə idi? 1 bölünsün kosinus kvadratı alfa. Nə edirəm? Onun yerinə yazıram 1 bölünsün kosinus kvadratı alfa. Vur kosinus kvadratı alfa. Bu hissələr ixtisar edir. İndi bax, sinus kvadratının kosinus kvadratının cəmi nədir? 1. 4'ü 1'ə vuram 4. Burada da getdilər nə qaldı? 1. 4'dən 1'i çıxıram. Cavab neçə eləyəcək? 3. Aydındır. Elə satılış düşmür trigonometriyalar. Ulaşım işləyəcəyim mən. 13 görməmişəm ya. 13 görməmişəm. Deyir ki, bərabərsin ən böyük və ən kiçik tam əllərinin hansını tapın. Mənfi 5 14-dən böyük mənfi 5'dir. Altdan da kiçik 5'dir. 11 saniyə. Bəli. Tamam. Gözümdən Gəlin də bax. sən görürsən. 15'ə baxın. Blok işləyəcəyim mən yoxsa yox? Şey, tamam mı? 2021'in falan blok yoxdur mənim. Onlar yoxdur işte. Hə, sən də buraxılışıya sonra bloka fikirləşirsən. Bir də ona da baxın. Zan gəldi. Elə mi? Əzərəsinə bax, hə, idmançı var. Deməli, baxırsınız. Yuxarı düstur. Nəyin düsturudur? X çıxacaq mən. X çıx 1'in. Mörtəzə kubun atılışı deyil. Ben. Aşağıdan 2'ni çıxardıram. Qalır x kvadrat çıx 1. Vuruqları ayıram. Nə olacaq? X çıx 1, x üstəgəl 1. Böləndə tərsinə vurursunuz. Sürətdə bu olur. Məxrəcdə bu nəyin düsturudur? Qısaca kvadratı. Aha. İndi nə baş verir? X üstəgəl 1'lər gedir. Bax bu kvadratdır, bu da təkdir. Vuranda kub olacaq. Onda bunlar da gedir.
Qalacaq 2-də 1. 2-də 1 də nə deməkdir? 0,5. Aydındır? Tam anladınız? Bəli. Keçə bilirəm. Yaş, keçdik 16-ya. Demişdik ki, i-nin qüvvəti 4-dən böyük olarsa, 4-ə bölüb nə tapırsınız? Qalıq. 5-i 4-ə böləndə qalıq nədir? Bəs 35-i 4-ə böləndə qalıq nədir? 3. i kubu nəyə bərabərdir? Mənfiyə. Deməli, bunun yerinə yazacaqsınız y çıxılsın 6i. Bura qədər etirazımız var. İndi diqqətlə qulasın mənə. Qoşma kompleks ədədlər nə deməkdir? Həqiqi hissələr eyni olur. Həqiqi hissəm bunun 9-dur, bunun y-dir. Yəni y 9-a nədir? Bərabər. Xəyali hissələr isə bir-birinin əksi olur. Burada mənfi x-dir, əmsal. Razısınız? Burada mənfi 6-dır. Əksi olaraq nə götürəcəksiniz? Müsbət 6. Deməli, x nəyə bərabər? Mənfi 6. 9 çıxılsın 6 neçə verəcək bizə? 3. Aydın oldu? Qeyd edin, keçə yönetdir. Yazdınız? Evet. Keçən yönetdir. Diğer yolun tərəfləri paralel olan iki bucaqdan o birinin 80%'ni təşkil edir. Onda birinə x deyirəm, birinə y. Y2'nin yerinə x vur 80 böl 100 yaza bilərəm. 0,8 x Bəli. yazsa olur. Yazımda bir şəblə olur. İndi baxın. Bax, y 0,8 x-dir. Bu da x-dir. Cəmi neçə verməlidir? 180. Olacaq 1,8x. 180. X'i de alıram 100. Bu da 0,8'dir. 0,8'i 100'e vururam. 80. Deməli, biri 100'dür, biri də nədir? 80. Bir böyüyü tapın, cavab olacaq 100. Aydındır? Necə bir dedi? Hə. Görünür? On 18'e bakın. Diqqət bura. Bu 3 vur 500 x'dir. Bunu belə yaza bilərəm. 5 vur 500 x. Razısınız? Bu ikisindən 500 x'i çıxardıram. Qalır 3/5. 208'e bölünürsə əmək olmasa. 25. Onda x nəyə bərabər? 2. Çətin sual deyildi, bu da asan sual kimi düşmüşdür. Keçim 19'a. Bəli. Deyir ki, akt zalında hər sıradakı yerlərin sayı sıraların sayından 8 vahid çoxdur. O zaldakı yerlərin ümumi sayı 384 olarsa sıraların sayını tap. Bu misaldan tam bal almaq istəyirsinizsə biraz bunu xırdalamalısınız. Nə edirəm? Yazıram sıra, bir də yazıram yer. Deyir sıradakı yerlərin sayı sıraların sayından 8 vahid çoxdur. Onda sıraya x desəm, yer x tutacaq 8 olur mu? Düzdür. Sonra nə edirəm? X vur x tutacaq 8 bərabərdir 384.
İndi uşaqlar burada rəqəm qoyub tapa bilir. Amma imtahanda o yol sayılmır. Çünki o seçmə üsulu sayılır. Nə etməlisiniz? Vurub atmalısınız. 384'ü atmalısınız bu yana. Buradan sonra istəsəz V7-dən tapa bilərsiniz. Və yaxud da diskriminantla tapa bilərsiniz. V7-dən tapsaz x1 üstəgəl x2 mənfi 8-dir. x1 vurulsun x2 mənfi 384'dür. Bunu təxmin edə bilərsiniz hansı cədətdir? Niyə fikirləşsəz tapmaq olar? 384'ü 2'ye böləndə elir 192. 192'ni də 2'ye bölün. 46. 96. 96'ını da 2'ye bölün. 48. 48. İndi 48'i neçəyə vursanız 384 edir. Və 24'ü məncə neçəyə vuranda olacaq. Diskriminantla 24'ü 32'ye vuranda 384 eləmir. Görsənir də. 24'ü 32'ye vuran neçə? X1 üstəgəl x2 mənfi 8 deyil. 768 idi. 54 32 bölündü 768 idi. 16 oldu. 24'ü 32'ye vuranda elə eləyir. Bəli mən. 24 vurulsun. 16 24 götür. 384 hə. 16 ilə 24. Bəli. Deməli x1 mənfi 24'dür. x2 də 16'dır. Və diskriminantdan rahat da tapa bilərsiniz. Onda bir problem yox. Prost dedim tez olsun. Sıra deməli 16'dır. Yerdə neçədir? 24. Bizdən sıranı istəyirdi, cavab olacaq 16. Aydındır? Yəni bir yetlə tapsa sizə heç kim etsinə deyə bilməz. Amma diskriminantla tapa bilərsiniz. Aydındır? Amma durub əvvəldən qiymət yazın. V7'ə gətirin sonra. Çətin mi? Keçin. Sıraların sayı 16 oldu. Hə. Mən filmdə də olmazaq. Keçirəm. Növbəti sual çox qəşəng sualdır. Bir də bundan topluda sizə işlətmişəm. Yəni yeni sual deyil. AM 9'dur, MC 16'dır. Burada düzbucaqlı olduğu üçün 90'dır. Hündürlüyün kvadratı. Proyeksiyaların hasili olmurdu. Yazıdadır sual. Hündürlüyü neçə olur? 12. İndi düzbucaqlının sahəsini istəyir. Düzbucaqlının sahə düsturlarında var DHD. Düzdür? Diagonal neçədir? 9-dan 16-cı əmin. 25. Hündürlüyü neçədir? 12. 250, üstəcə 50, 300. Aydındır? Bu da asan sual idi. Yəni çətin sual deyil. Çetim 21. Diqqətlə oxuyaq. Deyir, supermarketdə keçirilən uduş kampaniyası çərçivəsində müştəriyə hər birində 5 azın, 10 azın və 20 azın dəyərində alışveriş kuponlarının yalnız biri olmaqla 28 zərf təqdim olunur. 20 azınlıq kuponların sayı, bax, bir qeyd edirəm. 20 manatlıq, 10 manatlıq, bir də nə idi? 5 manatlıq. Bax, məsələ elədir ki, oxumağa başladınızsa ki, qeydləri aparmalısan. Oxuyub qutarıb fikirləşsəz, o sizin üçün vaxt itkisidir. Bu bir. İkincisi də ki, onda bilməyəcəksiniz nə eləmək lazımdır. Bax, mən cümlənin ortasındayım, artıq bildim ki, nələri qeyd eləməliyəm. Qeyd elədim, nə deyir? Hardan tutun nəyə qeyd eləməliyəm? Deyir, 20 azınlıq kuponların sayı, 10 azınlıq kuponların sayından 2 dəfə azdır. Deməli, onda nəyə nə deyir? 20 ondan 2 dəfə azdır. 2x. 20 ondan 2 dəfə azdır. Deyir, 5 azınlıq kuponlarının isə 16 ədəd azdır. 20. 20. 5 azından 16 azdır. Onda x üstəgəl 16. 16. Səhvliyim yoxdur. Hər şey aydındır. Ümumi neçə zərf idi? 28. 28. Deməli belə, toplayırıq. Olacaq 4x üstəgəl 16, 28, 4x, 12, x-i neçə alıram? 3. Deməli bu 3'dür, bu 6'dır, bu da 19. En azından buraya qədər hamı gələ bilir. Buraya qədər gəldinsə 3'də 2 balım var. Yerdə qalanı 3'də 1 bal təşkil edir. Deyir, müştərinin təsadüf seçdiyi 2 zərfdəki
Neçə zərfimiz var idi? 28. 2 və daha artıq seçirdimsə nəyə girirdiniz? Kombinezona. Məxrəcdə nə yazırdınız? 28-dən neçə? 2. Bura razısınız? Düzdür burası. İndi mənə şərtdə nə deyir? Deyir ki, kuponların ümumilikdə 30 azın dəyərində olmalı. Ümumilikdə 30 azın dəyərindədirsə, biri 20 manatlıq, biri də 10 manatlıq olmalı deyil. Məntiqən başqa götürə bilərsiniz. 20 manatlıq neçədən nədir? 3-dən 1. 10 manatlıq neçədən nədir? 6-dan 1. O məsələn, keçən supan var ya, buraya qədər gəlmişdi. Buranı girmişdi, bilirsiniz nəyə? Hasil qaydasına. Ona 3-2 bal vermişlər. Yəni ümumi 98% gəlmişdi ona. Bir dənə səhvi buydu. Yəni ona görə deyirəm ki, bura qədər gəlsəz 3-2 balınız var. 3-dən 1 3-dür, 6-dan 1 6-dır. 28 vur 27 böl 2 faktorial, yəni 2. Bundan bu gedəcək neçə eləyəcək? 14. 27 ilə 3 gedir. 9 bura qalır. 9 ilə 6 gedir. 2 bura, 3 bura qalır. 2 ilə də 14 gedir, 7 qalır. Cavab olacaq 21-də 1. Problem yoxdur. Yəni yenə deyirəm, 2 və daha artıq dəfələrlə demişəm sizə. Seçilirsə nəyə girməlisiniz? Kombinezona mütləq eyni anda seçilib çıxardılırsa. Yox, əgər ardıcıl çıxarılma varsa, onda hasil qaydası da ehtimalı ayrıca keçəcəm olsun. Başa düşdük? Keçək 22-yə. Yaxşı. Tamam. Qeyd eləmisiniz? Bəli. Qalan varsa gözləyim. Yox, mən gözləm. Keçim. Bəli. 22-yə bax. Deməli belə. ABS bucağı bizdə 40 dərəcə. Bilirsiniz ki, radius toxunana perpendikullar. Bura neçə dərəcə olacaq? Bura neçə dərəcə olacaq? 90. 40, 90 neçə elədir? 130. Onda bura neçə qalır? 50. İndi bir dənə diqqətlə qulaq asın. Bu sizdə demişdim ki, nə sayılır? Kosa pabağı. Kosa papağında bununla bunun cəmi neçə dərəcə verməlidir? 180. Onda nə edirəm? 180-dən 50-ni çıxıram. Edik 130. İndi imtahandır. Deyirsən, biraz uzatmaq istəyirəm. Uzatmaq istəyirsənsə, nə edə bilərik? Bura bilirsiniz ki, neçə dərəcədir? 180. Buranı bilmirəm. Bir dənə alfa deyə bilərəm. Bax, böyük qövsdən kiçik qövsü çıxıb 2-yə böləndə bunu verməli deyil. Yazıram. 50 bərabərdir. 180 çıx alfa böl 2. 180 çıx alfa bərabərdir. Deməli, neçə eləyir? 100. Alfanın oxşayışın oldu. Nəyi? Sorry. O şeyə heç fikir verməmişəm. Düz deyirsən. Buranı bütün götürməliyim. Buranı silək. Bir yolla çosa papağıyla tapdıq bunu 130 dərəcə. Başqa nə edə bilərik? Bura deməli 40-sa, ondaca başqa yol qalmır. Sağ ol. Ondaca başqa yol qalmır. Bu maksimum şeyə tamamlaya bilərəm. Bu radius daxı. Təzədən deyərəm radius toxunana perpendikulardır. Burada 90-dır. Ondan sonra götürərəm ki, bu tam neçə dərəcə verməlidir? 360. Onda bura 90-dır, bura 90-dır. 180. Bununla bunu da cəminə verməlidir? 180. Alfa plus 50. 180. Oradan alfanı taparam 130. Bura 130'sa burada 130'da. Ondan sonra çosa papağı da ayır. Mən bayaq gözüm seçmədi, bütöv götürmədim. Qeyd elədiniz. 180-dən 50 çıxırsınız 130. Keçim. Piramidadır. Amma başa salacağım çünki çətin deyil. Qulaq asırsınız. Evet. Bir dənə bilməli olduğumuz nədir? Piramidanın apofomi deyəndə bax buraları nəzərdə tutur sizdə.
da bu hissələr. Epigantillər apofem deyirlər. İndi qulaq asırsınız mənə. Deyir piramidanın, düzgün piramidanın tam səthin sahəsi 360-dır. Oturacağın sahəsi 100-dür. Tam səthi S tam. S yan üstə gəlsin S oturacaqdır. Düzdür? Çünki konusdan entiqlidir bu. Əgər S oturacaq 100-dürsə, onda S yan nə olur? 260. Bu 360-da bu olacaq 260. Əgər oturacağın sahəsi 100-dürsə, tərəfi 10 olurmu? 10. Onda oturacağın perimetri neçə olacaq? 40. Bax, necə gedə bilərsiniz? S-yan bizdə 2-də 1, 2 yol deyəcəm. P oturacaq, vur haşabdır. İndi bunu qaydanı keçəndə detalli deyəcəm. Düsturu budur. Əgər yan səthin sizə 260 veribsə, olacaq 260 bərabərdir 2-də 1. Oturacağın perimetri neçədir? 40. Vurulsun haşab. Bununla bu gedir 20. 260-ı 20-yə bölün. Haşabı neçə alasınız? 10. Və ya düsturu bilmirəm. Yan səth deyəndə, bax bu üç bucaqların sahələri cəmi nəzərdə tutur. Neçədən üç bucağımız var? 4. 4 dənə. Yan səthini neçə almışam? 260-ı 4-ə bölün. Neçə düşür? 65 düşür. 65. İndi oturacağı da neçədir? 10. Bura neçədir? 10. İndi bax bu üç buzağın sayısı 2-də 1 ağaçla tapılır. Olacaq 2-də 1. Tərəf 10'dur. Hündürlüyü bilmirəm. Bərabərdə 65'ə. Razısınız? İndi 5 ağaç. 65. Oradan nəyə tapırsınız? Yan üzün hündürlüyü də elə budur. Hı? Yan üzün hündürlüyü də elə budur da bunu istəyir. Tutmadım. Bax 4 dənə üç bucaqdır. O yolda hasın. Bu ikinci dediğim. Tamam. Ama düz sorulsa buradasın. 24 aydındır. Ayaş yazın tutan sonra. 23 sonra. Mehmet yazırsan. Ben Çıxanda baxacaq. beynime yaz. Dəftərə də yaz. Çünki beynin dəftəridir. Tamam. Bitirəndə deyin 24 varsın. Geçeyim. Hiss elədirsə bunun ətrafları daha sammalıydı. 24. Şərtdə deyir ki, bir qrupdakı tələbələrin boylarının uzunluqlarına görə sayıları haqqında məlumat verilmişdir. Bax, Y-dən 3x-in cəmi görsənir ki, neçədir? 21. Zahidə, bəyəklərin qrupda bu tipli işlədik. Bunu ölçtülər. Bəli. Nəyə görə deyirəm? Hamısını işləmək lazım. Çünki təkrar gəlir məsələlər. 2y üstə gəlsin, x nəyə bərabərdir? 17. Düz deyirsən, əvvəlcədən də işlətmişəm bunu. Əvvəlki baxmışlardır. Deməli, yuxarını mənfi 2-yə vururam. Toplayanda 2y-lər gedir. Mənfi 5x, mənfi 42 ilə 17, mənfi 25. X-i nə alırsınız? 5. İndi y üstə gəl, x-in yenə 5 qoyanda 15, 21'dir. Onda y neçədir? 6. İndi y 6'dır, x 5 edir. Bu 15, bu 12, bu da 5. Şərtdə deyir ki, 180 cm-dən çox olan oğlan. 2y-də cavab neçə olacaq? 10. Asan suallardan biri idi. Havaya elə bil ki, 6 bal. Çətin nəsə elədim, yox. Orada bu çətin deyə biləcəyimiz bir ətraflı yoxdur. Amma prosta 2 martdan biraz çətin. Növbəti 25'dir. Keçirəm ha. 25 bu sualların içərisində güya ki, ən qəliz hesab olunurdu. İndi baxaq görək necədir. Birincisi, en azından
heç yaza bilməyən uşaq deyirsə ki, bu nöqtə bunun təpə nöqtəsidir. Dəfələrlə demişəm, təpə nöqtə nədir? M-in. Heç olmasa M-nin tapıb qoya bilərsiniz. Qoyarsınız, heç olmasa bir 3də 1 balınız olacaq. A-sı nədir? Baxın, deyin görüm. A-sı 1, B-si, -8, C-si. 18, M necə tapılırdı? -8-in qabağına bir dənə də -8 böl 2. Neçə alıram? 4. N necə tapılırdı? 4 A-sı 0 kvadrat 4 A. Olacaq 4 vur 18, 72. Çıx 64, bölünsün 4. Bunda neçə aldım? 2. Ən azından bu hissəni hamı yaza bilər. Bəli. Sonra bax, sənin üçün hazır yerini də tapın. M neçə tapmışdınız? 4. Yaz bura 4. N neçə tapmışdınız? 2. Yaz bura 2. Burada hamıya aydın oldu. Çətin deyil. İndi şərt oxuyuram. Yəni, ən azından dəfələrlə deyirəm. Misal işləyirsənsə, şərti oxuya işlə. Yatıb axırına qədər oxusan, getdir. Uçdu o misal. Başa düşdünüz? İndi baxın. Bu funksiyanın qrafik oxunun apsis oxuna, koordinat başlanğıcında ordinat oxuna nəzərən simmetrik çevrilmələrlə alınan parabolanın təpə nöqtələri uyğun olaraq BCD-dir. ABCD 4 uzaqlısın, perimetrini tapın. Simmetriya nədir? Bunu bildiyim, mən bu il 6-ları öyrədirəm. Çətin bir şey yoxdur. X oxuna nəzərən simmetrik oldu ki, bunu olduğu kimi köçürdürsən aşağı. İndi mənə baxın, bura 2-dirsə, bura nə yazacaqsınız? -2. Y oxuna nəzərən simmetrik oldu ki, bunu köçürdürsən bura. Bura 4-dirsə, bura nə olacaq? -4. Koordinat başlanırsa, bura ilə buradır. Köçürsünmü bura? Gördünüz buzaqlı alın. Və səndən perimetrini istəyir. Bundan da yenə asan sual yoxdur. Bir dənə baxın, yenə deyirəm, bunu bildiyim bu illərim biz 6-larından bəlkə buna aid bir 20 dənə misal işləmişik. -2-dən 2-yə məsafə neçədir? 4. -4-dən 4-ə məsafə neçədir? 8. Perimetrini istəyir. 8 ilə 4-ü toplayıb 2-yə vururam. 24. Çətindir. Xeyr. Yazın.